Salam. Deməli, bir çox paylaşımlarımda sulamanın anormallıqlarından danışmışam. Hamı da yazır ki, bəs normal sulama necə aparılmalıdır? Bir o mövzunu izah eləmək istəyirəm. Bir də 25 litr orada demişəm. Hamı elə bilir ki, ağaca 25 litr su vermək lazım. Neçə nəfər mənə yazıb ki, müəllim 25 litr su verməliyik mi ağaca hər sulamada? O mövzunu izah eləmək istəyirəm. 25 litr deyil, 25 litr həcmdə ərazi sulanmalıdır kök mühitində. Söhbət intensiv bağlardan gedir. Nəysə, birinci dərəcəli torpaqsız əkin haqqında məlumat verirəm. İndi bu mövzu elə mövzudur ki, lövhə qarşısında bunu paylaşmalıydım. Lövhə qarşısında bəzi izahlar verməliydim. Amma bu çəkiliş eləyirəm. Bunun üstündən mən kağızda fikrimi cizgilərin çəkib paylaşımın üzərinə yerləşdirəcəm. Birinci dərəcəli torpaqsız əkin üçün torpaqsız əkin haqqında, o sulamanın torpaqsız əkində necə aparıldığını izah eləmək istəyirəm. Çünki torpaqsız əkindən də çoxlu suallar verilir və eyni zamanda bunlar oxşar mövzulardır. Torpaqsız əkində necə aparılırsa, torpaqda da harda səhv elədiyimiz anlaşılır. Tutaq ki, əkində kokobitdən və yaxud da seyfbitdə əkin aparılır. Bu zaman demək olar ki, heç bir su gübrəsiz verilmir bitkiyə. Söhbət torpaqsız parnikdən söhbət gedir. Və hər saatda, yəni və yaxud yarım saatda və yaxud 2 saatda bir sulama aparılır. Sulama zamanı bir seyfbitdə olan dripin sayı, yəni damlatıcıların, o damlama deşiklərinin sayı ştil sayına uyğun olur da. Məsələn, 4 ştil əkibsənsə 4 ədəd, 5 ştil əkibsənsə 5 ədəd, hər nəsə. Qəbul edək ki, 4 ədəd ştil əkilib, 4 ədəd o dripdən var, damlama deşiyi. 5-ci də əlavə bir dənə olmalıdır ki, o kokobitin yanında hansısa menzurkaya qoyulmalıdır. Yəni 5-ci deşik bir dənə menzurkanın üstünə yerləşdirilməlidir ki, oradan daman su xüsusi bir ölçü qabına damsın. Yəni menzurka ölçü qabı. Məsələn, deyək ki, səhər saat 9-da su verildi. 1 dəqiqə, 2 dəqiqə və yaxud 3 dəqiqə hər nəsə. Bu sudan yarım saat sonra stansiyada izləmə aparılır. Yəni stansiyada nə deməkdir? Stansiya 6000 kokobit olur 1 hektarda. Burada da bir neçə sulama parseli ola bilər. Ola bilər 4 sulama parseli olsun, ola bilsin 6 sulama parseli olsun, ola bilsin 1 sulama parseli olsun. O halda hər sulama parselində bir kokobit stansiya kimi hazırlanır. Yəni stansiya nə deməkdir? Həmin kokobitdən çıxan su, həmin kokobit konkret olaraq başqa bir vannaya axıdılır suyu. Yəni ümumi drenaj xəttinə qoşulub getmir zibilliyə, yəni kanalizasiyaya. Yəni konkret olaraq bir kokobit altında vanna yerləşdirilir, kokobitdən çıxan su xüsusi qaba, ölçü qablarına yığılır və s. və ilaxır, yəni bu şəkildə. Tutaq ki, deyək ki, saat 9-da verdiyimiz suyu 9:30-da, yəni yarım saat sonra kontrola gedirik. Və misal, deyək ki, bu menzurkada, o menzurka bir dripi qoyduqda xüsusi menzurkaya. Həmin menzurkada deyək ki, 100 mg su var. Həmin o 100 mg su o deməkdir ki, bir kokobitdə 4 damlatıcı varsa əgər, 4 drip varsa əgər, onda bir kokobitin içine 400 mg su verilib. Kokobitə verilən suyun bir qismini bitki içir, bir qismini isə drenaja verir. Yəni bu zaman drenajın miqdarı 20% olmalıdır. Yəni tam olaraq bitkinin ehtiyacı qədərində su vermək torpaqda və yaxud ortamda və yaxud kokobitdə və yaxud seyfbitdə isini, pH-ı qaldıracaq. Çünki eyni zamanda bitkinin qida almasından əlavə eyni zamanda bitkinin qidası olmayan artıq maddələrin də torpaqdan və yaxud ortamdan yuyulub getməsi lazımdır. Uzun sözün qısası, drenaj burada 18-22%-in arasında tutulmasına diqqət edilməlidir. Söhbət torpaqsız əkindən. Bu da o deməkdir ki, məsələn, bir kokobitə 400 mg su verilibsə, 400 vurulsun 0.2, yəni 20%-ini tapıram, 80 qram. Deməli, həmin o stansiya dediyimiz kokobitdən 80 qram drenaj çıxmalıdır. 80 qram onun optimal bir drenajıdır. 80 yox, deyək ki, 90-dırsa və yaxud 100-dürsə, 150-dirsə, o zaman bunu optimala gətirmək lazımdır. Optimala gətirmək üçün 2 yol var. Ya sulama aralığını uzatmaq, yəni deyək ki, 1 saatdan bir yox, məsələn 2 saatdan bir, saat yarımdan bir sulama verilməlidir.
Və yaxud da verilən suyun miqdarı 100 milliqram yox, məsələn 80 qram, 90 qram, hər nə qədərsə azaldılmalıdır. Ta ki, drenaj 20% olsun. Onun hesablama qaydası var, onu paylaşımlarımda baxa bilərsiniz, torpaq sizəkində. Yəni, bu necə hesablanır, onun paylaşımı ayrıca var. Oradan onu o paylaşımdan o dəqiq hesablamaları götürə bilərsiniz. Və yaxud da 20 yox, deyək ki, 10 çıxır. Yəni, deyək ki, 20%-dən çox deyil, amma azdır. O zaman da həmin o safe bitin içində, kokobitin içində isi qalxacaq həddən artıq yüksəyə, pH qalxacaq yüksəyə və ortamda qida nə qədər dəyərli olsa belə mənimsənilməsində problem yaranacaq. Ona görə, yəni həmin vaxtı da, yəni o 10%-də da suyun miqdarını artırmaq lazımdır və yaxud intervalı qısaltmaq lazım. 1 saatdan birdirsə 40 dəqiqədən bir verilməlidir ki, yəni drenaj 20% çıxsın. Yəni 20% çıxdığı halda, əgər düzgün qida rasionu hazırlanıbsa, antagonizm, sinergizm münasibətləri gözlənilibsə, elementlərin nisbəti optimaldırsa, verilən suyun isisi hər neçədirsə, drenajdan da həmin isi çıxmalıdır. Ya da onun altında bir isi çıxmalıdır. Məsələn, verilən isi 2-dir və yaxud 2.5-dir, drenajdan da çıxmalıdır. Məsələn, 2.5-dən az. Əgər 2 verilibsə, 2-dən az çıxmalıdır. Bu da o deməkdir ki, bitki verilən mineralları tam mənimsəyir. Yəni, nə mineral veribsənsə, onu tam mənimsəyir. Yox, əgər drenajdan çıxan isi verilən isidən çoxdursa, o zaman səbəblərdən biri qida rasionunda elementlərin nisbətinin düzgün qurulmaması, sinergizm, antagonizm münasibətlərinin düzgün qurulmaması və s. və yaxud da dediyim kimi drenajın 20%-dən az olmasıdır. Yəni, bitki qida maddələrini suyun tərkibində mənimsəyir. Əgər su normadan azdırsa, artıq drenajda mineralların miqdarı çox olacaq. Çünki bitki həmin mineralları qəbul edəməyir. Yəni, suyun az verilməsi də eyni zamanda qida maddələrinin mənimsənilməsi üçün ən ciddi əngəllərdən biridir. Avadan qaldırmağın yolu da dediyim kimi intervalı ya qısaltmaq, ya suyu artırmaq. Bu qədər. Ümumiyyətlə, torpaqsız əkin deyildi. O deməkdir ki, sıfır ortamda bitki tam olaraq ehtiyacı olanlar, yəni ehtiyacları nədirsə, ondan təchiz olması prosesidir. Torpaqsız əkin bu deməkdir. Yəni, bitkinin əkildiyi ortamda heç nə yoxdur və bitkinin bütün istəkləri riyazi olaraq hesablanıb, tam dəqiq olaraq təmin edilir. Yəni, bu şəkildə yola çıxırsansa, fərqi yoxdur. Torpaqsız əkindir, bağdır, bağçadır, taxıldır, kartoşkadır, fərqi eləmir. Yola çıxırsansa, bu xəttlə yola çıxırsansa, bitkilərin ehtiyacını da anlamaq asandır və eyni zamanda optimal təminatda yaratmaq üçün ən doğru yoldur.